Herkese salam. Bugünkü videomu rayondan eləyirəm, təbiət qoynunda. Mövzumuz iş sahəsində daha peşəkar görsənmək üçün nələr etməliyik, hansı metodlardan istifadə eləyə bilərik bu haqqdadır. Sizinlə çox qızıl metodlar bölüşəcəm. Gəlin başlayaq. İlk metodumuzun adı SHR metodudur. Yəni ingilis dilində desək seen, heard and remembered. Bu nə deməkdir? Burada əsas məsələ qarşınızdakını vacib hiss etdirməkdir. Hətta Benjamin Disraeli'nin belə bir sözü var idi ki, mənim uğurumun arxasındakı səbəb mənim vacib bir insan olmağımdan keçmir. Mən qarşımdakını vacib hiss etdirirəm. Yəni burada etməli olduğumuz şey ilk olaraq qarşımızdakı ilə göz kontaktı yaradırıq. Söhbət elədiyimiz insanla ilk olaraq göz kontaktı yaradırıq. Dinləyirik onu. Daha sonra onun dediyi sözlərə həqiqətən fikrimizi yayındırmadan diqqət yetiririk. İsimləri xatırlamaq da məsələn buna daxildir. Remembered isə digər bir söhbətdə ilk söhbətinizdəki danışdığınız şeyləri xatırlamağa çalışın. Yəni məsələn ilk söhbətinizdə sizə xüsusi bir informasiya veribsə, ikinci söhbətdə də çalışın bu informasiyanı xatırladığınızı qarşınızdakına göstərin ki, özünü vacib hiss eləsin. Yəni burada seen görürsən qarşındakını, heard eşidirsən, remembered xatırlayırsan. Mənəvi suallar da soruşa bilərsiniz. Məsələn, sizə bir məsələ haqqında danışır, məsələ haqqında daha çox detallı suallar soruşa bilərsiniz. Bu o insanı daha çox dinlənilirmiş kimi hiss etdirəcək sizin tərəfinizdən. İkinci metodumuzun adı isə 7-38-55 qaydasıdır. Burada 7% biz sözlərdən istifadə edirik, 38% üz mimikalarından istifadə edirik, 55% isə bədən dilindən istifadə edirik. Yəni insanlar əslində sizin dediyiniz sözlərdən çox sizin üz ifadənizə, bədən dilinizə daha çox diqqət yetirir və biz bunu çox vaxt şuuraltı formada edirik. Ona görə çalışın, çiyinlər həmişə arxada olsun, göz kontaktı qurmağa çalışın, gözəl bir gülüş olsun üzünüzdə və əl sıxarkən çalışın önə doğru, çox əyilməyin. Məsələn, Joe Navarro'nun belə bir kitabı var, bədən dili kitabı. Orada əl sıxmaqla bağlı bir çox formaları bölüşüb sizinlə. Orada məsələn, daha peşəkar görsənmək üçün həmişə arxada dayanıb əli önə uzatmalısan deyir. Belə, yəni kiçik detallara diqqət yetirin. Bədən dilinizə diqqət eləyin. Mən Alan Barbara Peace'in bədən dili kitabını da oxumuşdum. Orada da əl sıxışmaları haqqında bir çox yəni səhifə var idi, məlumat var idi. Mən artıq məsələn prezidentlərin görüşləri olur, fikir verirsiniz, gəlirlər əl-ələ görüşürlər. O əl görüşündən tuta bilirəm ki, hansı daha üstündür, hansı daha aşağıdadır. Çünki əl nə qədər üstədirsə, deməli o insan digər insanın üstündə hegemonluq göstərir. Hətta yəni bayramlarda falan böyüklərimizin əlini də belə uzadıb bizim öpməyimiz onların üstünlüyünü qəbul etməyimiz anlamına gəlir. Bu bir hörmət göstərgəsidir. Yəni qadınlarda da çox vaxt keçmişdə kinolarda görərsiniz ki, ilk əlini uzadır və kişi altdan tutur, əli öpür. Bu deməkdir ki, sən mənim başımın tacısan. İş sahəsində isə daha effektiv kommunikasiya üçün, məsələn, çox vaxt sizinlə əməkdaşlıq edən insanlar məşğul insanlar olur. Bunların artıq bir vaxtı yoxdur ki, yəni sizlə müzakirə eləsin işi. Sadəcə istədiklərini deyirlər və öz işlərinə qayıdırlar. Bu kiçik vaxt aralığını necə effektiv bir şəkildə istifadə edə bilərik? Bunun da metodu 4 bullet metod deyilir. Burada özünüzə 4 dənə sual soruşursunuz daha effektiv bir iş görmək üçün. Məndən nə istənilir? Və mən bunun üçün nə etmişəm? Mənim qarşılaşa biləcəyim risklər və blokajlar nələrdir, maneələr nələrdir və daha çox vaxtım olsa başqa nələr eləyərdim? Bu 4 sualı özünüzə soruşanda daha effektiv və məhsuldar bir şəkildə işi yerinə yetirə bilərsiniz. Məsələn, mən nəşriyyatda işləyəndə məndən çox vaxt xaricilərlə ünsiyyətdə olmağım gözlənilirdi. E-mail vasitəsilə, telefon vasitəsilə xarici şirkətlərlə əlaqədə olmalıydım. Məndən istənən şey xaricdəki şirkətlərlə əlaqə qurmaqdır. Bəs mən bunun üçün nə edirəm sualını verəndə, onlarla nə cür bir əlaqə quracağam, necə bir e-mail yazacağam, onu hazırlayıram məsələn.
Qarşılaşacağım risklər, blokajlar nə ola bilər? Yəni çox şey ola bilər maneələr. Qarşıdakı insan sənə cavab verməyə bilər və ya istədiyin cavabı ala bilməyə bilərsən və ya düzgün sualı verməyə bilərsən qarşındakına ki, sənə istədiyin cavabı versin. Yəni blokajlar və maneələr çoxdur. 4 isə əgər çox vaxtım olsa idi, mən bunu necə məhsuldar bir şəkildə istifadə edə bilərdim. Çox vaxtım olsaydı, bəlkə də telefondan zəng vurardım və uzun-uzadı danışardım məsələni. Yəni belə misal olaraq deyirəm bunu ki, ağlınızda bir fikir yaransın. Digər bir metodumuz isə bir çox insan tərəfindən əslində heç edilməyən bir metoddur. Yəni siz unikal ola bilərsiniz bundan istifadə edərək. Bu çox asandır. Səsinizi yazırsınız və daha sonra öz danışığınızı qiymətləndirirsiniz. Bu metoddan istifadə edərək cümlə içində məsələn biz istifadə edirik. Yəni nə bilim, bu tip duraksamaları, yəni dayanmaları aradan qaldıra bilərsiniz ki, daha səlis, daha başa düşülən bir şəkildə danışa bilərsiniz. Mənim özümdə də var. Mən də çox eləyirəm, çünki düşünürəm o vaxtda. Amma yavaş-yavaş itkimdən çalışıram ki, bu parazit sözləri çıxardım. İstifadə eləməyim ki, daha peşəkar bir görünüş əldə edim. Bir digər metodumuz isə networkinginizi daha güclü etmək üçün nəzərdə tutulub. Buzları əridən suallar soruşmaq. Məsələn, evdə neçə uşaqsınız? Həftə sonunda hər hansı bir planınız var? Yayda nə etməyi planlayırsınız? Bu qarşınızdakı insanla daha belə güclü münasibətinizin olmağına kömək edir. Yəni bunu iş sahəsində istifadə edirik də. Təbii ki də demirəm ki, gedin çox şəxsi suallar soruşun. Nə vaxt evlənmisiniz, evlisən ya deyilsən. Yəni bunlar artıq şəxsi suallardır. Bunları soruşmayın. Nə qədər maaş alırsan? Yəni bunlar çox şəxsi suallardır. Demək istədiyim odur ki, aranızdakı emosional bağı, yəni münasibətinizin gücünü artırmaq üçün belə kiçik suallar soruşa bilərsiniz. Neçə uşaqsınız? Haralısınız? Yəni bu tip suallardan gedir söhbət. Bu, yəni iş sahəsində müştərinizlə və ya müdürünüzlə, hər kimlə, iş yoldaşınızla aranızdakı buzları əridəcək. Bir digər metodumuz isə xüsusilə menecerlər üçün bunu nəzərdə tutmuşam. 5-ci gün danışıqları. 5-ci günlər çalışın, keçmiş həftədə nələr görülüb, nələr edilib, hansı işlər tamamlanıb, bunları vizual şəkildə siz öz kolleqalarınıza göndərəsiniz, göstərəsiniz. Yəni komandanızla bunları bölüşəsiniz. Bir digər iş isə gələcək həftədə hansı işlər görüləcək, hansı planlar var, bunları bölüşürsünüz. Vizual şəkildə 1, 2, 3 deyə sıralaya bilərsiniz ki, daha aydın şəkildə anlaşılsın, başa düşülsün. Bu, yəni nizam-intizam üçün nəzərdə tutulmuş bir metoddur. Menecerlər adətən istifadə edir, amma yəni siz də öz aranızda kolleqalarınızla bundan istifadə edə bilərsiniz ki, vizual olaraq biləsiniz nə işlər görmüsünüz. Yəni, ümumi olaraq danışsaq, bu metodlar adətən iş sahəsində dediyim kimi daha uğurlu, daha peşəkar addım atmaq üçün nəzərdə tutulub. Çünki bir çoxumuz bilmirik nə edirik. Yəni qarşımızda əgər belə planlı bir şəkildə hərəkət eləyə biləcəyimiz metodlar varsa, bunlardan istifadə eləyərək daha planlı, daha aydın şəkildə hərəkət eləyə bilərik. Həm məhsuldar olarıq, həm də daha yaxşı bir iş sahəsi yarada bilərik. Bundan əlavə daha yaxşı bir inkişaf üçün dediyim kimi Alan Barbera Pease'in Bədən dili kitabını tövsiyə edirəm. Bu həm sizin şəxsi münasibətlərinizdə çox kömək olacaq bir kitabdır, həm də iş sahəsində eyni zamanda. Belə. Artıq sualınız olarsa kommentariyada gözləyirəm. İzlədiyinizə görə təşəkkür edirəm. Bəyənməyi, abunə olmağı unutmayın. Sağ olun.